İran meylli Azərbaycan ruhanilərinə müraciət edirəm. İslamın təməlinin, yaranışının və dini müqəddəslərinin heç birinin Fars İranlıları ilə əlaqəsi yoxdur. Vaxtilə içimizdə dayısı erməni olan qatır və təpəgözlərimiz susturuldu. Hal-hazırda Rusmeyli siyasi savadsızlıq ağızlarına soyuq su alıb qaynamağa qədər gözləmək məcburiyyətindədirlər. Çünki reallıqla üzbəüzdürlər. Rus təpəgözlü əqrəbi iyrənc əməllərinin davamındadırlar. İran xalqı yox, dini rəhbərləri Azərbaycana qarşı düşmən mövqe tuturlar. Bunu türklər demişlər, kafanıza soxun. Bizim dövlət rəhbəri Xamneydən də, Putindən də insanpərvər adamdır. Çünki xalqımızın sülhpərvər iradəsinin həyata keçirilməsinin məhsuludur. Vaxtında susmağı bacarın və susun.